Niyə ölərkən insanın gözləri açıq və ya yumulu qalır? Əzizlərim, Ərəf surəsinin 34-cü ayəsində oxuyuruq. فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ. Yəni onların əcəli gəlib çatdıqda nə bir an ondan geri qala bilərlər və nə də ondan irəli keçə bilərlər. Yəni harada, hansı vəziyyətdə səni tutsa, vəssalam. İmamların birindən soruşdular. Bəzi ölülərin gözlərinin açıq olduğunu görürük. Bəzilərinin isə gözləri yumulu olur. Bunlardan hansının halı səadət və hansının halı bədbəxtlik əlamətidir? Həzrət buyurdu. O kəs ki, ölüm anında gözü açıq idi, gözünü yummaq üçün fürsət tapmadı. O kəs ki, ölüm anında gözü yumulu idi, gözünü açmaq üçün fürsət tapmadı. Avam cəmaat isə belə deyir. O kəs ki, gözü açıqdır, deməli, dünyaya və mal dövlətə bağlıdır. O kəs ki, gözü yumulu qalır, dünyadan əlini üzüb. Mənim əzizlərim, nə gözün açıq qalması həsrət, bağlılıq nişanəsidir, nə də yumulu qalması arxaynlıq və doymağın. Sadəcə ölüm fürsət vermədi. Bizə də verməyəcək. Xoş o insanın halına ki, hər vaxt ölümə hazırdır.